Polşada normal bizim üçün bir qədər qəribə olacaq bir hadisəni istəyirəm sizlərlə bölüşüm. Demək bildiyimiz kimi normalda toy olan zamanı xanım, gəlin, yəni bəyin evinə köçər. Yalnız burada bəzən fərqli ola bilir. Bəy gəlinin evinə köçə bilir. İlk eşitdiyimiz zaman bir qədər bizə qəribə görsənsə də, Polşada bu tam normaldır və bu hadisəyə kimsə anormal və qeyri-normal kimi bir hadisə olaraq baxmır. Təbii ki, bu hər zaman da olmur. Vəziyyətdən asılı olaraq dəyişə bilər. Məsəl üçün, bəyin maddi cəhətdən imkanı olmaya bilər və yaxud da evi olmaya bilər. Bu və bənzər səbəblər olduğu zaman, dediyim kimi, bəy bəzən xanımın evinə köçə bilir toy zamanı. Bənzər hadisə Azərbaycanda olsaydı, artıq toyun səhərsi günü müəyyən bəzi söz-söhbətlər çıxardı ki, bəyimiz qaynata hesabına yaşayır və bu tip bəzi sözlər yaranardı. Lakin dediyim kimi, Polşada bu normaldır və bu hadisəyə heç kim qəribə baxmır.